Hörmətli izləyicilərimiz, asfalt yolun tam kənarında, marşruda hardasa 10 metrlik məsafədə, evin də torpağın da kupçası olan 3 otaqdan ibarət həyət evi çəkib təqdim edirəm. Bugünkü gün satışda olan evlərin içində ən keyfiyyətli evlərdən biridir. Mən deyərdim ki, birincisidir, hörmətli izləyicilərimiz. Evin təmiri, otaqların ölçüləri, tikilişi, keyfiyyəti bütün evlərdən qabaqdadır. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində General Hakim Abbasov küçəsində, asfaltın tam kənarında 569 nömrəli metroya işləyən marşrut dayanacağından 10 metrlik məsafədə 3 otaq, paket kupçalı həyət evimiz satılır dəyərli izləyicilərimiz. Yəni bu ev sadə 3 otaqlardan deyil. Yəni gördüyünüz bu şeylər bəlkə də sadədir, amma indi sizə evi çöldən göstərəcəm. Altının qarajı, zirzəmisi falan qaydasında. Mətbəx gördüyünüz kimi digər evlərə nisbətən genişdir. Koridoru istifoldur. Qalan yerlərdə isə radiator xəttlərinə qədər çəkilir. Ümumilikdə evin qazı, suyu, işığı, baxın, Vegidiyanım görmür nə eləyim. Televizor xəttləri falan hamısı qaydasındadır. Qoşa kubikdir, kəməri, fundament falan qaydasında. Yəni dəhlizin genişliyindən bilinir ki, ev digər evlərdən genişdir. Baxın, elektrik işinə baxın. Krişaya çıxmağa yeri, çornupolu. Hər biri qaydasındadır. Ev yerdən olduqca küçülüdür. Yəni mən deyərdim ki, bu evi 2 mərtəbə kimi də hesab eləmək olar. Kanalizasiyanın tərəfinə qədər çəkir. Ümumilikdə bütün kommunallar qaydasındadır. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Sayğaclarına qədər qoyulub, zirzəmiyə də bir dənə əlavə olaraq trap atılıb, beton rigellərinə qədər atılıb. Dəyərli izləyicilərimiz, evimizin qiyməti 81.000 manata təşrif olunur. 81.000 manata. Baxın, burada da otaqlar. Bura zirzəmi deyildi. Yəni əməlli başlı çamaşır otağı, bilyard otağı, idman otağı, necə iş otağı kimi falan da istifadə eləmək olar. 81.000 manatdır, Masazırdadır. Sağ olun.